Ne deyirəm, hər dəfəsində vurğuluyuram. Məndən soruşursunuz, dırnaq, kipriyi ustamı. Paxıllığın adı nədir ki, Nərmanovda? Eyni, Zeyno necəsən? Eyni otaqdadılar. Dənişi özünüz məlumat alarsınız Keradan. Yox, qarpız düşüb yerə partlayıb. Hamısını doğramaq istəmirəm axı. Bismillah. Yalnız başqa görəməyəcəm. Hə, ətgöy qarın var. Gəlsən öz. Hə, gəlirəm. Xaladelikdə yer var bu qarpızı qoymağa, amma bilmirsən. Hərdə? Burada çöl içəri, xaladelikdə, xaladeliklərdə. Buraqa baxmaya. Qoysa qıraqdan olursan. Ona qoyur. Yeməyəcək Elnur belə. Deyəcəksin. Mama, bu qabdaşını doğramışam, qoydum bura biraz sərinləsin. Bildin nə oldu? Keçən dəfə uşaqlar gəlib, oturmuşuq həyətdə. Mən də içəridə qabları, paltarları zadı yuyur, stakan dəsmalların zadı yuyub eləyirəm. İndi uşaqlar gəldi, bunlar qutab az oldu deyə gecildi. Dedim ki, qarpız doğrayım. Dedim, qarpız doğrayım. Hə, çox böyük qarpız idi. Dedim, qarpız doğrayım, qoyum marazelnikə. Nahidlə də Fəridə dedim ki, Fərid, marazelnikdə qarpız var, ha, pendir vermişəm, müştəriyə verərsən. Sər-sər açıb baxıb görüm ki, qarpız boşqabda daş olub, daş. Deyirəm, su qarpızı axşam vermədiniz, deyir, Cənbazı yadından çıxdı. Qoy bunun içinə, bunu atamı qırağa. Necə deyir? Xoş gəlmişsiniz, axşamınız xeyir, xoş gəlmişsiniz. Bu kart nədir? Kart deyil, əzizim, o əlaqə nömrəsidir, bizim məkanın nömrəsidir. Bayaqları Elmur bir dənə şey almışdı, pendir. Bir şey yapalım üstüne, tekrardan. Əlcək yoxdur, yox ürəyim. Əlcək mən özüm üçün yeyirəm, əlcəyimə ehtiyac yoxdur. Canım bacım, gözəl bacım. Mama, bax, yadıma sağ bu pendirdən evə gedəndə alım, xahiş edirəm. Yedim bir yak. Bir yak yedi. Doğrudan? Hə, çok iyi. Elnur! Yalnız uşaq üşüyür. Üşüməsən. Uşaq üşüyür, apardı ev yox. Hə. Kötü temizdi. Ma bax, bu da camış pendiridir. Ay Elnur! Bizlan başından bu pendirdən mənim üçün 2 kilo gətir, ömrümü evə aparım. Çörək nə qədər aldı. Gələm deyəm, ay Allah, nə gözəldir mama bu da. Mama. Nə qədər çörək var. Mama ağdan yedim. Bayaqları müştəriyə bundan qutab verdim, indi yadıma düşdü. Gəldi mənə dedi ki, ilk yediyim pendiri qutabıydı, datlıydı. Bax, bu pendirdən ovul gətirmişdilər. Çay istəyirlər. Gördüm, çok güzel. Biz de qabaqlara bulub ne istəyəcək bizə qarar bulub.
Ondan verirsə, onun kim verir? Onu niyə verir? Bura bax. Şu oğuntu qalmışdı. Bıçağı verməlidir, balaca bıçaq. Bundan verməsin. Bundan olmaz. Sən bundan yedin ağdan. Hə. Bundan. Sən keçi pendiri yemişsən. Salafanda. Bu qoyundur. Yo, bu camışdı bax. Bu camışdı. Az qoca qartala baxma, elə belə şey yemiş. Kliyentə verirlər. Stola verirlər də bu pendiri, səhər zat Gəl. baş üstə. Gəl. Gəl əfədə. Yanında bunda. Da axırıncı müştəridir, qəbul eləmək üçün gecdir. Bu cinsini tutarsın. Bilən, bunlar verirsinlər, suyunu. Niyə səhərə saxlayırsan? Biz də yataqda. Yox, niyə səhərə saxlayırsan? Bu da gələcək, Allah etsin. Bu cissin. Yenə bu tar qalıb ki orada. Heç olmaz, bu cissin. Eyni Elnursan, burana and olsun deyirəm. Allah əlacız olsa deyərsən gedin əlimin, yat sacın qırağında. Hə, nə olar? Hə də, hə, valla. Bomba da həyat yaşayırsınız axı. Qab verdi, nə? Gedirəm də qutab verirməyə. Gözdə də çörək də götürüm özümə, aparım sacda qızdırım. Az yumuşağı var ya burada. Var onu ver. Qoy çörək qabına ki, atar stola xahiş edirəm. Gəlirəm mən də, gedim müştəriyə qutab qızdırım. 5 ət, 5 gül. 5 qarı, 5 kök. 5 yağlanacaq. Təşək sumaq da qoy. Ona bax, yatıb arabada. Ona bax, arabada yatıb. Ədə. Ədə. Bunu arabada yatıb. Pendiri bilmirəm, Ürəyim, gözdən dicərləm endiri. Xoş gəlmişsiniz. Sağ olun, siz necəsiz? Çox sağ olun. Yox, yediyim o Elnur özünü alır. Elnur özünü alır deyəndə ki, qutaranda özü yediyinə görə də gedir alır, gətirir. Belə biz həmişə səhər yeməyində müştərilərə çox gözəl nehrə yağı da veririk, səhər yeməyə pendir falan da veririk. Hə, Elnurun indi bu özünü aldığı içib yatıb, yox Yüzer, Elnur içən deyil, içki içən deyil, haqqına girmə. Belə kişi də içər, problem deyil, içki qadın üçün deyil ki, kişi üçündür də, amma içmir. Yorğundur sadəcə, o oturaqdır, yorğundur. O qədər oturur ki, gün ərzində, oturmaqdan bezir, yuxu tutur, yatır. Yediyim həm camış, həm də keçi ilə boynun qarışığı idi. Bilmirəm, Ürəyim. Gedim indi soruşacam, qalxıram yuxarı. Yəqin ki, bir 10 manat, 8 manat, 15 manat, 14 manat, 13 manat falan olar. Nehrə yağı işte, nehrə yağı gözəldir. İkisi də yatdı, temizdirdim. Gedəni mamam yumuşdu əlinə yağın, oğlan qızı temizdirdim. Yox. Yox, xoşdur. Əcəb eləmişsiniz. Yox, mən də az ürəyim partlayar, gedib bədənimə su vurmasam havalanaram. Bütün günü onun içində işləyirsən. Kafedə qalırsınız, xeyxanım evim var. Bir otağı hazırda orada qalıram. Çox sağ olun.
Hə, bəs nə? Mənim ümumiyyətlə yoğurduğum xəmiri günlərlə də saxlar, nə bərkiməz, nə də xarab olmaz. Rezin, elastik kimi, o qədər gözəl parğı kimi, bulku xəmiri kimidir. Can, ürəyin istədi, ürəyim gəl. Vallahi üzürlü sayın, Allah haqqı deyirəm. Çox sağ olun. Leyi Loş, axşamın xeyir, mənim rəfiqəciyim. Niqo, çox sağ ol. Necə, nə yazmışdı? Ay Allah, yazılara bax, ya Rəbbim, uçur yazı. Ay Allah, gözdə görüm nə yazmışdı? 2 saat öncə nə yazmışdı? Süt. Pendir var saçışda, yoxdur amma sizin üçün. Can, Dəniz, çox sağ ol, ürəyim nə yazmışdı? 2 saat öncə, bilmədim. 2 saat öncə oradaydık. Hə, studio necə idi? Bəyəndiniz yoxsa yox? Reis, studio. Laçınlı, xoş gəldin. Yandı, maraq olun. Qəbələdən ora neçə kilometrdir?
Leloş bir 55 kilometr, 60 kilometr falan olar. Belə olar. Yo 20-25 kilometr deyil. Hələ mənim evimdən ay ömrüm. Buradan Qəbəliyə bir 50 kilometr olar. Təxminən, bəs nə? Bizdən İsmailin Kəpənəyinə 28 kilometrdir. 34 kilometr, bir 20 kilometr. Bilirəm, ürəyim, yox, 60 kilometr rahat var. Nə 20-20 kilometr, ay qardaş, ay bacı. Oy, çox olar. Of, necə orada qalıram? Allah, mən 9 il burada yaşamışam. Qalmışam burada. Burada yatmışam, betonun üstündə yatmışam, bax orada. Burada da peti yandırmışam. Səhərlər durub görmüşəm ki, yorğanın üstü qırodur. Qıro bilənlər bilir. Hə? Gətirirəm. Mən burada qalmışam. Mən uşaqlarımı burada dünyaya gətirmişəm. Bakıda doğulublar, düzdür. Götürüb gətirmişəm bura. Burada böyütmüşəm. Pampersdən burada çıxartmışam. Təhsillərini indi Bakıda verirəm. Evim belə deyəndə ki, var, amma bir otağı. Başımıza soxmuşuq da birini düzətmişik. Amerikadan, taxtadan. Bura niyə gəldiniz, girdiniz? Bura yaxşıdır. Allahın bir işığı niyə çəkmirsən sən bura? Mən canlıdayım, mən nətən xud yiyim qaranlıqda. Allah gel buraya senin ben şu yandım. Deyən sən Allah görüm. Bak. Götürdü telefon spitskasını yandırdı. Deyirəm də sənin bildiyin yerin altındadır. Deyirəm işıq yoxdur, götürüb şey deyir. Telefon ışığını yandırır ki, Allah bu da sən ışıq. Mama! Çəngəl aparmısan? Elnuru tok vura. Allah eləməsin. Ay bacı, niyə tok vursun? Sən, 2 uşağı var. 51 yaşı var. Onun tayların gəlinləri, oğlanları evlənib. Elə niyə deyirsən? Allah eləməsin, vurmaz. Leloş Qəbəliyə gəlmək istəyirsən ki, az xəyanətkar. Sən gəlmirsən İstanbuldan Azərbaycana 100%. Ay Allah, Elnur. Bu şeyi hardan almışsan pendiri? Bu comuş pendiridir. Yo, yumuşak boyundan kesin karşı. Qro. Girodu da. Qro düşəndə. Şaxta, qardan qabaq göylü çəmənliyə, meşələrə, dağlara, dərələrə Seyrək. düşən buz qatı. Bəli. Mən elə qalmışam. Bax o zalda elə yatmışam beton üstündə. 2 sezon. Şeyhdir, bəli. Amma şeyhin qar. Biri var şeyh sudur, biri var qro qardır. Bəli, qro, bəli. Xeyr, şeyh deyil. Şeyh başqa şeydir. Şeyh sulu olur. Bəli. Çünki odun peci səhərə qədər qoymaq olmur. Tüstüsünə qorxurdum ki, ölərəm. Odunun tüstüsünə yox edin, o soyuqda yerim isti yerimdən çıxıb. Buz kimi o havada və şey qoymaq olardı odun peçlə. Hələ peçin böründə Elnuru vannada çimizdirməyimi görərdiniz. Bu Peş tərəfdən isti gəlir, bu tərəfdən soyuq, sazaq. Şaxta kəsirdi. Bildiyin uşaq kimi ləyəndə çimizdirirdim. Deyirəm, bu birisi gözünə yaxşıdır. Hələ bir dəfə çimizdirdiyim yerdə kim gəldi? Bir dəfə çimizdirdiyim yerdə sənin dostlarından hansısa gəldi ki, ay Allah, hə? 5 tane göğüs dedi, çırayınsın sonra yok. Ay Allah, can, baş yüzə dönərəmsin. Yoxdur hazır. Gəldim, Sən gəldim. qoy qızdır da. Yox, gəldim. Gəlir, Mən gəlir, icazə dəymə. vermirəm, Tabii kimsə əlmir. Gəlir. Bir mağıl, bir dənə qutab yeməmişəm. Mağıl həmişə yeyirdim. Mən bir də göy, bir də qarın yemişəm bu günləri. O da məcbur. Ayaq üstə qalıb. Bu demedi, dediniz rahat yemeğimizi. Nuş olsun. Var indi qutabınız qab. Yox, narahat olmayın. Xoşdur, valla. Bəyəndiniz dadını? Çok sağ olun. Nuş olsun. Siz olmayanda kim işlədir buranı? Mən olmayanda. Hə, bilirəm. 21-20 Qəbələ deyib tutun.
İnşallah Leyloş, nə qəşəng. Ucu gəlmisən, Azərbaycandasan? Yox, bax, inşallah sağ-salamat həyatım. Yerimiz hardadır? İsmayılı Qəbələ yolun üstündə. Yox, mən sevirəm bu işi. Düzdür, çətin işdir. Amma neyniyim? Bu günləri ən çox göy kitabımız sevilib Nahid. Ən çox. Çünki bizim ədviyyatımızdır, ona elə dad verilmiş. Qəşəng pendirlə qarpız eləmişəm. Qalx sən də ye. Hə? Nəsə istəyirsən pişirim. Yox, bunu. Yettiniz onda da. Hə? Yettiniz. Nə qədər adam var? Yettiniz. Hə, axşamınız xeyir. Akşam oldu, ne oldu? Qab gətirmisən qədər. Nuş olsun. Nə tez pişirdim. Mən hazırdır da qutabım. Deyirəm axı mən 50 dənə, 55, 60 dənə pişirib hazır qoyuram. Bacı, mən gedib o sazın qırağında dayansam, səhərə qədər müştərim olar mənim. Hələ bir 10 dənə maşını qaytarmışam ki, gecdir, gedin sabah gələrsiz. Bakıdan çıxırıq, Nərmin xanım gəlirik. Bakıdan çıxırıq, gəlirik. Bakıdan çıxırıq, demişəm, gəlmə qardaş. Bacı, qal, sabah gələrsən. Mən ona görə deyirəm ki, mən xalqıma qurban olaram. Allah mənim xalqıma o qədər ruzi bərəkət yetirsin ki, bir-birimizin bu əlindən belə tutaq. İnşallah, inşallah. Təbii ki, səhərə bizdə qutab qalmır. Ay bacı, mən gedib yatıran pəncərəni döyürlər ki, qutab var. Bu bərəkədan da olsun. Biz işıqları söndürmürük. Yolda da baxma, xarab olan maşın olur, suya ehtiyacları olur. Süfrədən ayaq yoluna zadına gedib eləyirlər. Nə paxıllıqdır ki. Bacımız qışda burada pisə nə qədər adamın əlindən tutub. Al, bu bərəkədəki öz maşınımın benzinini çəkib vermişəm ki, get yolda qalma. Bəlkə də olar deyə mən söyləyirlər canlıda. Gecə orada qalacaqsınız. Ay xanım, qurban, normal bir otaqlı evimiz var da, boşla dönün. 2 otaq, niyə bir otaq? O birin polu içəri girməsə 2 otaq olur. İkisi aşağıdadır, ikisi də yuxarıda. Bir də qabaq aynı evə. Aşağı yuxarı. Məməkdirlər. Xəbər nə oldu? Mən də sizi sevirəm, var olun. Sənin yanına getmişim. İçəri girən kimi hamam tualetdir, sağda, solda otaqlardır. Azərə qalxdı, Azərə də yol yaxşısı. Sağ-sol otaqlardır, prosta otaqlarımızın polları çöküb, yatdığımız otaq hələ tərpənir, hələ çökməyib, yaxşıyıq.
Amma şükür başımızın üstünə nəsə var. Ölür ki, deyir ben nənəm danışarda, nənəyi mən sağaldıram, yaxşı eləyirəm. Ona görə. Mama, nədir dua Zərin otağına girəndə? Nənəm səndən zardarıqın ona görə gəlirsən yanına. Nur tapmadan dedi. Doktor tutuldu, qaldı mənə bax. Qədi. Deyir mama, get atama necə, Həsən ağa nədir o tut deyib tutturur. O da qaçır, nənəm bilir də kimin yanına gəlmək lazım. Nənəm mən yaxşı eləyirəm ona görə. Nur pendiri neçə almısan, öldürdü məni day burada Dedi bir izləyici. olmata. Qəşəng pendir daha super. Keçi ilə qoyunun qarşılığıdır. 10 manada satır, mənə 9-a verdi. Təbrizdən aldın. Onlar çox Həbirəm ki, insaflıdırlar. Hə, çox. O uşaq Başım çox onda tərbiyəlidir. əngəşəlli boy pendiri aldığı qiymətə verirlər. Gəbə saxlayır da həkimdə keçsin. Çox Yox, ağıllı alır uşaqdır. gətirir satır. Hə, alır gətir. Saxlayır da, heyvanı da var, amma da o boyda satmaq üçün alırsan. Yox, onların heyvanın nəyisə satmağa ehtiyacları yoxdur. Özləri üçün saxlayarlar. Amma elə biləm ki, ömrüm, bu pendir İsmayıllıdan gəlir. Hə? Nur, 10 manat, 9 manat əzizim. Onadır, uşaqlarım yatıb. Nə yaxşı kökəlmirsiniz? Ay xanım, saat 6-dan. Saat 1-ə işləyir. Ayaq üstə qalan qadın necə kökəlsin? Ədə yaxınaca salam deyirlər sənə. Yaxınca gözünün Salam işığı. olsun, avtaşlı salamlar, ey gözəl insanlar. Evimin yaraşığı, qoca qartal, balaca ərim, çıxılı ərim. Bunu ancaq soruşublar. Ancaq günlər bunu soruşublar ki, hamı. Ərim meşəsini suladı, bostanın suladı. Meşəm qupquru qurumuşdu. Yağış da yağmır, bir damcı ora. Yağdırdım da biraz. Nə vecinə? Nərmin eşrə ekmişdir, 5 tonun, 1 tonun verir, 3 də xiyarına, 4 də pomidora. Valla. 2 də toyuğa 1 latok pomidor dəyişirlər Şamaxıda. Neyimə lazımdır? Kim deyir? Ay öyle, bilə pomidor neymişsən alırsan. Pomidor yumurta yiyirəm. Ədə yox, 2 də. Az hər səhər pomidor yumurta yeyir. Sən bizi tək deyirəm, hamıya yiyizdirəm. Özüm nə yiyirəm, işçilərim də ondan yeməlidir. Qeyqanaq, pomidor yumurta, sızbız, maşallah, hə. quyruq, cigər qovurması, kəllə paşa, 13 ildə eləmə səndən ciyəzat görmədim, hə? bozbaş, bozbaş, pendir sürək qarpız. Onu düz dedim. Annem burada. Lara. Hə, qəşəng şahdı nəyəm. Qəşəng geyindirəsən sən. Onu versin də mən saxlayım. Elə saxlayaram. Nə bilim, onun o yandan bir dənə gəlməyi var. Hə, bax ay sığıl belə interesi. Onu aparım Bakıya çimizdirim. Əli. Mən yazmısan o sözü. Orada yaşayırsınız. Vəhşiləşmə gedir də bacı biz meşəyə kötmüşük. Amma nədənsə bu meşəyə kötmüşük, TikTokdan əl çəkmirik. Hə, qadoy almay Şamaxı. Şurəbbəyə. Bakıda evin içində gəzirsən. Yeyirsən, içirsən, gəzirsən, gedir yataq otağına. Nərmin əlinə krem vurub yerinə keçəndə Elnur belə bir də çörəyin qırağına şorəbbə yağ gətirmə. Saat 3-4-də işləyir. Nə olub ki? Şamaxıya yaxınıq. Dünənləri Şamaxıdan qonaqlarım gəlmişdi. 3 dəfə Şamaxı mahnısını oynadıq. Biz Şamaxıya, hə. Doyalım, ay Şamaxı. Sırqamı hardan almışam? Bilmirəm ki, çoxdan almışam. Bunun yatmaqları evdə, Elnur bir başı elə bürünür, plastina var, çixolu var, buradan gətirir, buradan da gətirir. Təmiz su altından keçirir. Bəli, qızıldır. Hamısını. Baba. O matrasın böyürləri niyə elə açıq qalıb? Hara? Matrasın. Matraz nədir? Necə açıq qalıb? Bax, göstər deyəcəm. Üşüdüm. Buran deyirsən? Hə, o matras açıq qalmalı deyil. Plastina. Hə. Plastina bilsən nə açıq qoymuram? O qədəyə qoymuram, sürüşür gəlir. Təmiz yerdə olur plastina. Çünki bir sənə matras çirklənəndə mən ətim ürüb iyrənirəm. Onların matraslarında kravatın üstündə kravatları ucuz olduğuna görə matrasların biraz baha aldım. Anandı mamu.
Bizlan kəndini tanıyırsınız? Ac qarnına sər-sər ərim ora 20 dəfə gedib gəlib. Niyə tanımıram? 1 kilometr bizdən məsafəsi var. Uşaqlarım hanı yatıb. Güya şükür yemək yedim. Qarpız pendir çörək. Min şükür bu günümüzə də. Qarpızı da istəmirəm, pendiri də istəmirəm. Çörək tapıramsa min şükür. Bizim kənd hansıdır? Sanqalan. Hə, mən Sanqalan padiyomu düz Vişqanın altındayım. Ay Allah, saat 1'ə gedir. Bunlar 100% Bakıya qayıdırlar. Nə Bakı? Cəmaat yazır mənə ki, yanınıza gəlin. Ədə bunlar mənə 3 saat bundan qabaq yemişlər ki, İndi də Bakıdan yazırlar çıxmışıq, ki, yatmayacaqsınız. Dedim, yox. İndi də yazırlar ki, Maşın səsindən necə qalırsınız? Mən уже öyrəşmişəm. Bəli. Minnoş anadan olmamışdı. Evin qabağının çaydaşını gedib çaydan yığıb gətirirdim meşoklarda. Amin. Çox sağ olun. Müəllimə ruzin bol olsun. Təşəkkür edirəm. Sabah da oradasınız. Bəli. 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 Çox sağ olun. Elnur haralıdır? Buralı. Çalvalı. Elnur Çalvalıdır. Çalvalısınız. Elnur bəli. Mən Dodo niyə gəlmədin? Sağ ol, sən necəsən? Mən ürəyim. Yox, Gəncəli deyiləm. sevdi. Elnur Ağsuyun Çalva kəndindəndir. O ceyi verib də ona o birisini verib. Mən Salyanlıyam. Mənim yerim Baskala çatmamışdı. WhatsApp da var bunda. Yox, WhatsApp köçürməyib anası. Yoxdur. Yox. Nə olub, salamatçılıqdır? Çalvalların toyu qəşəng olur. Vallahi Öncələrə qədər böyük olmamışam. WhatsApp olsa sənə Məlumatım deyərəm. yoxdur. Ancaq mən WhatsApp-la zəng eləmirəm, mən zəng eləyirəm. Amin Eliya. Allah sənin də balalarını, ailəvi qorusun, qurban olduğum. Var ol. Nə olub Dodo? Çıxın WhatsApp-da yazacağım, salamatçılıqdır. Mahaydanı gəlib o da ciyərdi. Var, Allah hamısının canını sağ eləsin. Yemir. Nahidə bu günlər mən qarın qutabı ilə bir də fəsəli pişirdim aşağıda. Bunlar gecən gedəcəklər, nətər sürəcəklər. Onlar hansı tərəfdən gəldi? Buradan. Bilmirəm, yatmaram ki. Bilmirəm də soruşmadım da ki siz idiniz 2 saat bundan qabaq mən yığan. Ədə. Gəl gedək əli üzü yuyum, gedək yat. İstəmirəm. Elnurun ailəsi. Sən gəl, Elnur. Bir dənə Azərbaycanda qeyri-adi ailə quran mənəm də. Aldığın göyərti var, bir sən aldığın göyərti. Basıblar bir-birinin üstə. Hamısı var, bura bax, xaşıl. Köynəni təzə. Ay qardaş, qurban olum. Yoldaşımın öz nəsli, yoldaşımın öz bacısı, qardaşının çıxmaq şərti ilə. Əmsi uşaqları, dayısı uşaqları, bibisi xalası hamısı özünə görə sağ olsun. Başa dönərəm. Basmasın. Salafana denə az az. Hamısı özünə görə sağ olsun. Nəyimə lazımdır? Durub gedib mən onların qapısından çörək istəyən deyirəm, nə də onlar gəlib mənim qapımda çörək istəyən deyirlər. Yox, mən sağla yeyirəm, telefonda elə düşür. Yox, Elnurun əmsi dayısı niyə kömək eləmir? Neyə eləməlidir əmsi dayısı? Nə qayıracaq? Gətirib Elnurun evin altına ev qoyacaq. Hansı uzun əmsi dayısı sizə gün qurub? Hamının öz ailəsi, öz balası, öz nəvəsi, öz nəticəsi. Valla, dayının bir dənə oğlu vardı. 1 ildən sonra olur oğlunun oğlu. Sabah olur oğlunun oğlu. Nəsil artır. Mən istəmirəm. Mən heç kimə möhtac olmaq istəmirəm. Sağ olsun özlərinə görə. Məndən uzaq Allaha yaxın. Neyimə lazımdır? Belə götürəndə heç bəziləri toyları olanda bizi çağırmırlar.
Neynirəm? Heç mən onun qapısına gedərəm, heç vaxt. Eyni şurubları dedim. Vallahi elə mənim öz nəslimdə də var elə vecsiz qohumlarım. Şurubları dedim. Allah canlarını Şurubu. sağ eləsin. Özlərinə görə olsunlar, Şurubları qutardı dedin, getdi. şurubları. Mənim həyatıma Getdi, burunlarını hə, soxub məni getdi. müzakirə eləməsinlər. Şu qutardı getdi. Sən elə bilirsən mənim hər tərəfimdə, mənim öz qohumlarım mənim belə aktiv olmağımı sevirlər. Yox ömrümdə. Mən Elnurla ailə quranda bəziləri deyirdi ki, doğub atacaq üstünə, atacaq ərin, çıxıb gedəcək. Biz inanmırıq onun ailə olmağına. Nə oldu indi oturub orada deyirsiniz ki, zinəngidir, dağı dağ üstə qoyur, aləmi dağıdır. Nə oldu? Bəyənmədiyiniz Nərminəm də indi. Nəyimə lazımdır? İstəmirəm. Mən istəmirəm. Şəxsən mən özüm Salyanda normal bir nəslin qızıyam. Atam Allah rəhmət eləsin. Sabahları atamın 5 ili tamam olur. Rəhmətə gedib. Üzümüzdən iraq Allah ölənlərimizi rəhmət eləsin. Mən nə atam ölməmişdən qabaq, nə də atam öləndən sonra. Yəni ailə qurduğum müddətdən söhbət gedir. Bir dəfə olsun mən qohum qapısına bir tikə çörəkdən ötürü getməmişəm. O boyda anamın ürəyi əməliyyat oldu. Biri qapını açıb içəri girmədi. Nəyimə lazımdır qohumdan bugünkü gündə mən qohum görmür, burada mən zülüm çəkirəm. 50 dəfə 100 dənəsi keçir. Saxlayıb 1 manatda mənə xeyir versinlər. Hələ utanmaz da bəziləri siqnal verə-verə keçir. Bip. Lazım deyil. Niyə yoxdur? Elnurun ailəsi də var, nəsli də var, kökü də var. Sağ olsun özlərinə görə. Всё. Elə bir bunların qohumları bula ev alıb, eşik alıblar. Sözdür o danışırsan. Adam elə nə qədər istəyir görəsən, görməzdən görəsən, boş-boş suallar verirlər. Всё. Allah canlarını sağ eləsin. Nə olub mənə qohum qapısına gedim? İstəmirəm. Qohum anam, bacım, evladım, yoldaşım, bəsdir. Alo. Bəli, mənim ən böyük qohumum bir qızım, bir oğlum, bir anam, bir yoldaşım. Kızım. Nəyimə lazımdır? Kızım. Yox, mənim qardaşım yox. Mənim Elnurun var qardaşım. Bacısının biri rəhmətə gedib, 2 bacısı var. Xeyr, mən heç vaxt pis gəlin ola bilmərəm, həyatı boyu. Mən 12 ildə Elnurla ailə eləyəm, belə pis çıxmasın. Evladımız 2 dənə. Pis, yaxşı baxıram. Mən tərif eləmək istəmirəm, özü desin də necə baxıram ona. Всё.